Salam aleyküm xanımlar, kanalıma xoş gəlmisiniz. Bu birisi videodan indi keçib bu birisi videonu çəkirəm. Başqa vaxt paylaşacağam deyə. Ona görə indi sizə mən yupka ilə yupkalı dəstlər və şalvarlı dəstləri göstərəcəm bu dəfə. İndi başlayıram sizə şalvarlı dəstlərdən. Necə qoyum ki yerləşək. Bu şalvarlı dəsti materialı baxız belə bir şeydir. Kupraya oxşar. Belə bir şalvarlıdır. Bunların da rəngləri var. Bunları təzə yeni mallar gələn videolarda paylaşmışam. Yenə də göstərim. İndi buradakı işığa görə bu çox açıq düşür. Bu qədər açıq deyirlər. Böyrümə işıq qoymuşam ki qaranlıq düşməsin deyə. Bunlar rəngləridir. Məsəl üçün elə videolar var ki paylaşıram, amma elə paltar var ki, yəni o videolarda yoxdur deyə belə məcburi çəkirəm ki, yəni hər bir geyimi görəsiz, gəlib baxa bilməyənlər də görsünlər ki, nə cür geyimlər var da. Belə bir dəsti şalvarlıdır bu. Buradakılar, bu tərəfdəkilər hamısı şalvarlıdır. Bunun 2 rasvetkası var, standart ölçüdür. Baxız belə. Bu videodan sonra yenə də birini də çəkmək istəyirəm ki, zapasda videolarım olsun. Belə bir kətan dəsti şalvarda belə. Bu da pencəyi. Bu da belə bir dəsti şalvarlı. Bu da üst geyim kimi. Jiletkalı bir hansısa bir köynəklə dəstləşdirib giymək üçün. Bu da atlasdan dəsti şalvarıdır. Bu arxası da qabağı. Bu da belə bir köynəyidir. Arxadan uzun, qabaqdan qısa. Bunun da, bu da bu ölçü iləndir. El ölçüydür. Qarası da var. Belənçi. Bir də göy. Göy də var. Bir də belə bir dəsti. Bunu paylaşmışam. Belə bir şalvardır. Ketan belə nazik patklatqası da var. Üçlü dəsti. Belə bir maykadır. Üstündən də belənçi nakitka. Bu nədir? Belə. Bunun da rəngləri qəhvəyi. Çəhrayı yox, belə daha tünd. Malinovoy deyirlər bunlar rus dilində indi. Sonra belə xardal rəngi deyirlər də buna. Xardal rəngi. Bu da yaşıldır da. Yaşıl rəng. Bunlar da standart ölçüdür və belə bir dəstlər var. Buradan belə bantik eləyib giyinmək üçün biraz cüzi qalındı bu. Bu da standartda. Onun o qəhvəyi rəngidir, bir də qara rəngidir. Kətan dəstlərdən belənçi şalvar, köynək, belənçi cibli. Kapüşonlu. Bu rəngi var. Bu rəngləri çox idi. İkisi qalıb. Bir odur, bir də qarası qalıb. O birisi rəngləri satılıb. Bir də belənçi dəsti. Bu da standartdır. Şalvarla belə yüngül dəsti. Bu da mavisi və qəhvəyi rəngi. Belə bir parçadır. Yaxından görünəndə məncə başa düşülür nə cür parçadırsa bu kətandır. Kətan oranları deyirəm ki kətandır. Bilmədiklərimi yaxından göstərəcəm. Belə bir bu da standart ölçüdə bir dəsti şalvarlı. Bu isə biraz fərqli materialdır. Belə bir rəngdə dəst şalvardır. İndi keçirik yupkalar olan tərəfə. Belə bir dəstdir. Yupkalı. Belə bir naxışlı. Qara niqabını alıb getdiyi. Belə bir mavi rəngi var. Xaki rəngi var. Bir də belənçi kapuçino rəngi. Ketan belə dəst var. Yupka. Belə gündəlik dəsti. Cüzi biraz qalındı. Sentyabrdan bunlar. Avqustun axırlarından sentyabrdan bunlar yarıyacaq. Biz mənə qaldıra bilərsiniz istədiyiniz qədər. Belə bir dəsti, ağ qaralı.
Kupra belə bir dəst. Modelləri eyni də materialları fərqlidir bunların. Bu bayaqki Atlas dəstin biraz modeli başqadır. Belə bir yubkası var. Belə bir başqası və rimini. Bu da Atlasdır. Sadəcə olaraq rəngli Atlas belə. Belə bir cins modeldir. Yubka. Bunu da geyinib paylaşmışam mən. Qəşəng qal rəngində. Onun qəhvəyi rəngi, mavi rəngi, bir də göy rəngi qalıb. 3 rəngi qalıb bunun. Sonra belə bir, bu da qəşəng modeldir. Düymələri də açıqdır. Belə yekə başqadır, amma yubkası belə düzdür. Düz deyəndə ki, rıbqa yubka deyirlər də buna. Belə bir şey. Müştəri gəlir. Davam edək. Belə. Bunu göstərdim. Sonra belə bir cins dəst var. Oje birazdan sərinləşəndə yaxşıdır bu dəst. Bu da rıbqa yubkasıdır. Standart ölçüdür bu da. Tünd belə bozdur da, yəni. Bu işığı qoşmuşam deyə. Ona görə paltar çox açıq düşür. Sonra belənçi üçlü dəsti. Maykadır. Cepi də var belənçi. Belə üst geyimdir, qısa və belə qarmoşqalı yubkasıdır, uzun, tam uzunluqdur. Belənçi. Standart ölçüdür. Belənçi nazik cinslardandır. İndiki vaxtda da yarıyar bunlar. Belənçi güllü çiçəkli. Belə yubkalarıdır. Cibləri də var belə, nazik, sərin saxlayan. Bunun da 2 dənə rasvetkası var. Biri belə. Beləndə də belə rimenləri də var. Və belə bir rasvetka ilə də. Sonra belə bir dəstlərdir. Kətan. Belə veşilkada bir tər görünür. Bu çəhrayı rəngi və mavi rəngi var. Belənçi enli yubkasıdır. Və belə bir köynəyi. Xalat tipli. Və belə bir dəsti. Belə boz. Və belə köynəyidir. İplərlə bu altdan mütləq nəsə lazımdır geymək. Işığı söndürüm. Baxın, belə bir rəngdir. Bunun belə boz rəngi də var. Bir də belə mavi rəngi də var. Qəşəng belə sərin modeldir. Podkladkası da olmalıdır. Baxın. Podkladkası da var. Nazik, sərin bir model. Bu qədər. Yəni ki, yubka ilə şalvar, yubkalı dəst, şalvarlı dəst. Bunları da paylaşdım. İndi keçirəm növbəti videoya. İndi nəyə çəkim? Yubkaları çəkəcəm. Yubkaları çəkəcəm. Ona görə bu videoda da sağollaşım, keçim. Hepsini də salamlaşım. Sağ olun, salamat qalın. Növbəti videolara kimi.